Əlsəm müəllim, necə düşünürsünüz? Amerikanın İrana hücumu Güney Yok Azərbaycandakı yok olmayacak hiç vaxt. Hiç vaxt müharibə olmayacak. Ne Amerika'ya müharibə eləyəcək, ne Türkiye 100 dəfə deyiblər, Türkiye hücuma keçir, Türkiye Rusya'ya müharibə eləyir, Türkiye İran'a mı? Yalan. Hiç vaxt eləməyəcək. O Erdoğan müharibə eləyən deyil. İran'daki aydın da eləyə bilməz. Çünkü bütün dünya onlara karşıdır, İran'a karşıdır, o müharibə eləyənmə. Amerika'da eləməyəcək, hakidir. Boş sözdür. Əgər tutaq ki, müharibə olsa, Güney Azərbaycan müstəqilliyini qazana bilərmi? Çok çetin, bunu istəmirlər. Birinci İsrail istəmir. İran'da geldi, İran'ın Ali Xamenei'ye dedi ki biz Fars hakimiyyətini dəyişmək istəmirik. Belə alçaqlıq elədi. Baxmayaraq Bəli. Azərbaycanla İsrail dostdur, bizə köməkləri olur. Amma onu alçaqlıq elədi. Dedi ki biz Fars hakimiyyətini dəyişmək istəmirik. Görürsən o barədə danışmırlar. Ümumiyyətlə dünyada az ölkələr nə Rus istəyir, orada Cənubi Azərbaycan yaransın, nə də Amerikada bir də tərəddüd edir. Məndə bir kitab var, ensiklopediya. Orada yazılır ki Amerika Azərbaycanın müstəqilliyini istəyir və buna razıdır. Amma imkan gərək olsun da buna səbəb olsun ki bu yaransın. İndi balaca ona səbəb şərait olur. Ama koymurlar. Amerika'da koymurlar. Avrupa'da istəmirlər. İngilisler 46. ildə dağıtdı Azərbaycan Demokratik Respublikasının. İngilisler səbəb oldu da gəldilər, girdilər, şaha kömək elədilər. Amma indi də o istəmirlər. Heç yanda istəmirlər. Necə düşünürsünüz? Bəs Türk birliyinin qurulması ideyası özünü doğruldacaqmı? Yok, heç vaxt. Heç vaxt doğrulmayacaq. Yarana bilərlər, dostluq əlaqələri ola bilər, gediş, gəliş ola bilər, ticarət ola bilər, mehribanlıq ola bilər, amma hərəsi müstəqil dövlət olub qalacaqlar, heç vaxt. Birləşməyəcək mənim zənnimdə. Əgər zordan, kənardan, məsələn, Rusiya ya başqa ölkə, Çin ola bilsin, birləşdirsin onları. Rusiya ola bilsin, gəndə birləşdirsin, bu ola bilər. Bu işğal daxı. Amma özlərinə qalsa, heç vaxt müstəqillərini verməzlər. Bəs Avropa Birliyi modeli də mümkün deyil. Avropa Birliği yok. Avrupa'da Almanya'da minirsən Qatara, gedirsən Portugaliya'ya hiç sorsan yoktu, hardan gəlirsən bil. Yoktu. O model olanlar. Amma deyirəm də dostluq əlaqəsi ged-gəl ola bilər. Adamlar gedib gəlmə, göstərirsən pasportu, Azərbaycan gəlirsən, hə buraxır. Bu ola bilər. Bu əlaqə ola bilər. Amma dövlət hakimiyyətləri heç vaxt öz müstəqilliklərini dəyişməzlər heç nəyini. Gələn 90 illiyinizdir və soruşmaq istəyirəm ki, gözləyirsinizmi sizə xalq yazıçı adı verilsin? Əvvələn gözləmirəm, ikinci də ki, valla səmimi deyirəm, öz canım üçün. İstəmirəm mən. Ehtiyacım yoxdur. Amma imtiyazları var da. İmtiyaz olsa, mən prezident təqaüdü istirdim də, 3 dəfə məktub da yazdım prezident aparatına. Nəyə görə, hansı səbəbə görə verilmədi də, mənə vermədi. Mən maddi köməyə əlbəttə ehtiyacım var. Amma elə belə istəmirəm, nə xalq yazısı, nə başqa əməkdar, elm xadimi, yaxud əməkdar. Bir dənə akademiya mənə, Fəlsəfə İnstitutu o vaxt verib də 20 il qabaq Elmi Şuranın qərarı ilə fəlsəfə elmləri doktoru verilib. Selam. Və indi dolanışıq yaxşıdırmı? Özünüzü dolandıra bilirsinizmi? Dövlətin verdiyi pensiya qane eləyirmi sizi? Belə də bir tər kitabların köməyi ilə, bəzən qıraqda ali cənab qadınlar gəlir, kömək edirlər falan. Onlarla bir tər yaşayırlar. Təşəkkür edirəm. Çox sağ olun. Sizə uzun ömür, can sağlığı arzulayıram. Çok sağ ol. Sağ olun. Sağ olun.